Salam dəyərli izləyicilər. Bu günləri varkən silinə bilən, yoxkən təzədən çıxa bilən bir cizgidən danışacağam, bir xəttdən danışacağam. Bu da taliyə xəttidir. Niyə görə varkən silinir, yoxkən təzədən çıxa bilir? Quranda bir ayət var, deyir ki, hər kəsin çabasını öz taleyinə bağlı qıldığı məsələsi də buradan çıxır. Yəni taliyə cizgisini mən kombinasiya olaraq burada cizmişəm. Deməli, qırmızı ilə gördüyünüz bir taliyə cizgisidir. Cizgi həyat cizgisinin içindən də çıxa bilər, həyat cizgisinin üzərindən də çıxa bilər və bu sahələrdən bir yerdən də çıxa bilər. Bunun insana görə və çıxdığı yerə görə anlamı müxtəlifdir. Hardan çıxmasından asılı olmayaraq son nöqtəsi orta barmağın altıdır. Və burada bir kombinasiyanı paylaşmaq istəyirəm. Buradan hər hansı bir gələn cizgi bu taliyə cizgisinə dəyirsə, yəni təxmini belə bir taliyə cizgisi çizirəm. İkinci bu cizgi gəlib taliyə cizgisinə dəyərsə, deməli bu o deməkdir ki, bu əl sahibi zəngin birisi ilə ailə quracaq və yaxud da zəngin birisi ilə ailə qurmuşdur. Diqqətinizə görə təşəkkür edirəm.